Qalaş deyir Azərbaycan xalqı. Mən videoda bir dənə də olsun Azərbaycanlı görmədim. Bəs sizcə tarix boyunca bütün çətinliklərə baxmayaraq hələ də dimdik qalan, heç bir çətinliyə boyun əyməyən Azərbaycan xalqı, əsasən də Azərbaycan gəncliyi nə üçün səhv yollara yönəlməlidir? Vətənə heç bir faydası olmayan və özünü Vorzakon adlandıran bu qaqaların sonu hara gedir? Müstəqilliyimizdən bugünə kimi 30 il ərzində vətənimizin ərazi bütövlüyü uğrunda 20 minə yaxın qardaşımız şəhid olmuşdur. Bugün TikTok və digər sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən bəzi gənclərimiz vətənə layiqli olmaq üçün nə ediblər? Toxlu yolu nazan Allah, dökürlər üzdən İraqa pul dağıdır Dambaçını, eləyir millətimi qul dağıdır Dambaçını. Kanalda vətən haqqında gözəl paylaşımlar edəcəyəm. Mənə dəstək üçün kanala abunə olmağı unutmayın. Haqqımızı almağa gəlirik.